Salam hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin, daha çox şəxsin xəbər olsun. Hamı bilir ki, cinayət törədən şəxslər dövlət hesabından postsuz vəkil verir. Bəs hansı halda mülki iş üzrə kimləyə vəkil verir, onu bilirsinizmi? Bilmək istəyirsinizsə, axıra qədər qulaq asın, mən hüquqşünas Sağol Seyidzadə bu barədə məlumat verəcəm. Əlavə məlumat kimi də bildirim, inzibata həbs olduğu zamanda kimliyindən asılı olmayaraq vətəndaşların hamısına vəkil verməli postsuz. Və mülki işlərdə kimlərə verilməlidir, onu qeyd edim. Deməli, 61-100% əmək qabiliyyətini itirən şəxslər, yəni birinci, ikinci qrup və bunu mən həm hüquqşünas kimi deyəm, həm əlilliyi olan şəxs kimi deyəm, əlilliyi arabasında olan şəxs kimi deyəm. Eyni zamanda qeyd edin ki, evində əlilliyi olan, uşaq olan valideynlərə postsuz vəkil verilməlidir. Sosial yardım alan şəxslərin ailə üzvlərinə postsuz vəkil verilməlidir, mülki işlər üzrə. Eyni zamanda fərqi yoxdur. Cinayət işi olsun, inzibati işi olsun, fərqi yoxdur. Bütün işlər üzrə postsuz vəkil verilməlidir. Bunun əlavə sosial yardımı qeyd edim. İşləməyən vətəndaşlara da verilməlidir. Hörmətli izləyicilər, nəzərə alın. Əgər bir vətəndaş işsiz kimi qeydiyyatdadırsa, ona da mülki iş üzrə vəkil verilir. Bəs bunun üçün nə etmək lazımdır? Bunun üçün vəkil və xaricəsinə ərizə yazırsınız. Üst ki, xahiş edən məni vəkillə təmin edəsiniz. Orada baxır, aidiyyətli büroya göndərir və oradan sizə vəkillə dövlət hesabı təmin olunur. Məlumat üçün bildirin ki, bu dəqiqə pulsuz vəkil dövlət hesabını təmin olan vəkilə dövlət hər saatına 11 manat pul verir. Zəhmət olmasa videonu bəyənin, qoy daha çox şəxs bilsin. Hörmətli izləyicilər. Mən də əlilliyi olan şəxsin çalışıram ki, əlillərin hüquqlarına bağlı maarifləndirici video hazır edin, qoy hamı bilsin öz hüquqlarını. Kimin nə problem varsa, pensiyadır, sosial yardımdır və digər məsələlərdir. Yəni, nə problem varsa, vəkil üçün müraciət edə bilər. Sosial yardımla bağlı inanmam versinlər. Sosial Müdafiə Nazirliyinə müraciət edir. Amma digər məsələlərlə bağlı, yəni ki, vəkil tutmaq ehtiyacı varsa, siz mütləq qaydada belə deyək də, vəkil və xaricəsinə müraciət edə bilərsiniz. Eyni zamanda onu qeyd edin ki, inzibati məhkəməyə müraciət edildiyi zaman adi ərizə formasında ərizələr nəsə düzdürsə, bir növ hakimdir sizə vəkili edir. Deyir ki, ərizənin falan yerini dəyiş, belə yaz gətir. Falan yerində falan şey yaz gətir. Yəni iddianı dəyiş gətir. Bir növ vəkili funksiyasını yerinə gətir. Sonunda bir daha xahiş edən ki, videonu bəyənin, kanala abunə olun ki, daha çox şəxsi bilsin. Eyni zamanda onu qeyd edin ki, fərdi məsuliyyəti almaq üçün telefonu mən qeyd olunub. Videonun izahı yerində. Eyni zamanda YouTube kanalı şort istənilən videonun üzərində var. Diqqətinizə sağ olun. Abunə olmağı unutmayın.